Turalın adı çıxıb oradan. Turalın adı çıxıb oradan, qardaş. Qardaş, qutunu qarışdırmamı gördünüz, çıxarmamı gördünüz. Fisioda qardaşım. Turalın haqqıdır. Görmüsünüz, siz Allah görür göydən. Allah hər şey görür. Siz qutudan çıxartdığımı gördünüz. Siz qutudan çıxartdığımı görmüsünüz. Bura kimi gəlib zəng eləməyimi də görmüsünüz. Nömrənin birini səhv yazdım. Təzdəndən indi qardaşım düzəldirəm o səhvi. Zəng eləm həmən adama. Tam şəffafdır. Hamı gördü. Elə şey yoxdur qardaşım. 2 dəfə cəhd olunmağı deyə bir şey yoxdur qanunda. Əgər bu adam vas keçsə desə ki, mən istəmirəm, bəli, onu da eləyə bilərəm. Bəli, Turalındır qardaş, Turalındır. 20-30 manata, 50 manata, 100 manata öyle dəyməz. Bir kişi kimi söz danışdıq. Oradan adı çıxardanda gördünüz, gözünüzlə gördünüz ki, adı çıxartdım. Hamı gözü ilə gördü. Gətirdim bura, sizə də göstərdim. Göstərdiyimə görə elə canlı vuruldu. Nömrəni göstərdiyimə görə canlı vuruldu qardaşım. Haqsızlıq eləyə bilmərəm. Yığıram. Davay, çəkiliş elə yığıram. Kim də inanmırsa, mən onunla qardaşlığıma son qoya bilərəm ki, 20-30 manat verə mənə arxa çöndərir. Heç lazım deyil mənə. Kim də inanmırsa, kimsə paxıllıq eləyirsə, fisyo. Mən ondan qutara bilərəm. Çünki mən belə maşınları çox vermişəm qardaşım. Mən belə şeylərə görə qayd edib paylaş. Başladın. 342 27. Davay. Turala zəng eləyirəm, nömrəsini zadım verirəm sizə, yaxşı. Hamısını verirəm sizə, neyini istəyin qardaşım, maraqlanın eləyin. Tural, salam aleykum qardaş, necəsən? Salam qardaş. Sən canlıya baxırdın? Bəli, bəli. Mən birinci nömrəvi deyəsən səhv yığdım sənin, getdi düşdüm başqasına. Düzdür qardaş, düzdür. Adın, soyadın? İsmail Tural Adiloğlu. 07-nin qalibi olmuşsan, sənin adını çıxartdıq. Çox sağ ol qardaş, çox sağ ol. Allah köməyimiz olsun. Mən bu yarışmaya artıq 4-cü, 5-ci səfərdir qoşuluram. Yəni bu başlanandan da bu yarışma. Hələ də heç həyəcandan bilmirəm nə deyim. Allah sizdən razı olsun. Haralısan? Mən Xudatdanam, Nabran tərəf. Xudat. Allah xeyrimi versin. Buradakılar deyir ki, Turalın adın qaytar dala, təzdəndən qarışdır. Sən buna razısan? Alo. Hə, bağışlayın. Buyurun, buyurun. Burada cəmaət deyir ki, Turalın adın qaytar dala, yenidən qarışdır. Mənim o maşına çox ehtiyacım var. Yəni, belə necə deyim sizə, mənim adım çıxıbsa o mənim haqqımdır. Əgər mənim adım çıxmayıbsa, necə deyim, orada kim mənim nömrəmdirsə, mənim adım İsmail Turaldır. İsmailov Tural, Xudatdan kim? Adiloğlu? Bəli, bəli. Xudatdan hansı tərəfindən? Maçmoyda yaşayıram. Harasındansan? Xudatda kişini tanıyırlar? Xudatın Çaxçaqlı kəndindən. Oradan Xudatdan hamı mənim atamı tanıyır. Xudatın Çaxçaqlı kəndindənəm. Eşitdiniz? Allah şahidimiz olsun. Aləmlərin Rəbbi olan Allah şahid olsun. 07 heç nədir də mənim üçün. Aləmlərin Rəbbi olan Allah şahid olsun ki, sənin adın tam şəffaf şəkildə qutudan çıxdı. Hamı da bunu gördü. Sadəcə istəyirlər ki, təzədəndən bir də qarışdırım, amma onu eləyə bilmərəm. Allah şahidim olsun, deyirəm. Tam düzgün şəkil. Əgər burada haqsızlıq olunubsa, Allah onun nəslin məhv eləsin. Yəni, mən eləmişəmsə və yaxud da mən öz payıma deyirəm, haqsızlıq, nəsə bir nakişlik eləmişəmsə, qardaş, tüpürün gedin, atın bloka, Allaha and olsun deyirəm. Bir dənə 07-yə görə dəyməz də, yəni. Vallahi, billahi. Canlıda mənim səhifəmi burada veçli şikayət ediblər, atıblar bloka. İnsanların yəni, gözünün qarşısında nəsə bir çatışmamazlıq olsun da, başa düşdün? Amma bu günləri hamının içində deyirəm, yazın nömrəsin. Bir zəng eləyəcəklər sənə deyərsən. 055 349 02 22 02 27 qaqaş o kayfacənə zəng eləyərsiniz, birdən o yatmışdı bəyək. 055 349 02 27. Bax, işin qırılma nöqtəsi budur. Baba, 2 dənə 2-ni görürsünüz. Bunun biri 7 olmalıdır. Götürüb bunu 2 kimi yazıb. Bunu 7 yazmaqdan bunu 2 kimi yazıb. Mən 7-ni 2 yazmışam, zəng eləmişəm cəmaata. Tural, təbrik eləyik, qardaş. Çox sağ ol, qardaş. İndi bir də bizdən neçə manatlıq ətir almışdın, onu da denən bilsinlər. Mən 50 manat bir, 100 manat bir, haradasa 5
550 manata kimi ödəniş eləmişəm. Sadəcə 4 gözün vaxtından mən yarışa qatılmışam. 4 gözün vaxtından. 4 gözdə mən izlədim, adım çıxmadı. Hə, sən bir ay ərzində qoşulmusan sən. Bəli, bəli. Əvvəlki yarışlara da qatılmışam, orada adım çıxmayıb heç vaxt. Amma yenə də ümidimi üzməmişəm. Çünki sizin belə düzdür, blogerlər var. Amma sizin şəxsən, necə deyim, sizin oyuna mənim şübhəm olmayıb da. Yəni, ən çox sizin özünüzə, necə deyim, bu maşındır, belə pis çıxmasında onu hamı kreditlə də ala bilər, hamıya qismət ola bilər. Yəni, heç kim hamı halallığını versin. Yəni, mənim adım çıxıb, Allah köməyin olsun. Allah sizi var eləsin, həqiqətən. Mən sizin, heç bu maşın yarışması olmamışdan qabaqda nə qədər kasıblara, nə qədər, necə deyim, ehtiyacı olanlara həmişə əl getirmişsiniz, həmişə. Mən sizin videolarınıza baxın, orada basmır. Mənim qardaşım, aramızda bu xalqla, mənim və sənin aranda Allahın şahid olmağı yetərlidir. Mən Allaha, yəni, inanıram və Allahın sayəsində şəffaflığı qardaşım bir daha sizə göstərirəm. Buyurun, gedin Xudatan maraqlanın. Həyatımda ilk dəfədir bu insanla danışıram. Hər dəfə mən bu söhbətləri eləmək məcburiyyətindəyəm. Çünki mənim işimin düzgünlüyü qardaş bunu tələb edir.